xanlıq dövründə qala divarlarının içərisində 40-dan çox bina olub. Sonra nə ediblər? Çar ordusu gələndə binaları sökür. Burada məsələn xanın özünün balaca məscidi olub, xan sarayının düz yanındayıq indi. Ondan əlavə xidmətçilərin otaqları olub, at tölələri və s. Onları dağıdırlar, qazıntı elədikcə bünövrələrini tapmaq olur. Tutaq ki, bu barıt anbarıdır. Bunu tikirlər. Burada indi kilim restoran açılıb tezə, o da olub kazarma binası. Şəbəkə emalatxanası var, kazarma binası olub. Tarix muzeyi var, kazarma binası olub. Hamısı vaxtı ilə. Sonra Sovet gəlir. Sovet gələndə bu binalara dəymir, amma qırmızı kərpiçdən tikilmiş belə səliqəli binaların üstünü suvuyurlar. Son 6 ildə restavrasiya işləri görülür qala divarlarının içərisində. Mümkün qədər o Sovetdə vurulan suvağı çıxardırlar. Mümkün olmayan yerlərdə suvağı da bərpa edib belə saxlayırlar. Nəticədə qədim binalardır. İndi Xan Sarayının düz yanında bu kilim restoran açılıb dedik. Onun yanından keçirsiniz, bu otluqla da keçə bilərsiniz, amma normal yolla gedin də, yəni daha məsləhətdir. Barıt anbarını veriblər. Bir müddət əvvəl videosunu çəkmişdik. Şöyboğlu ailəsi var. Hal-hazırda Şəkidə fəaliyyət göstərən 100 ildən çoxdur, belə 6-7 nəsildir, sırf dulusçuluqla məşğul olan ailədirlər. Onlara verilib. Bura gələndə keçib içinə baxa bilirsiniz. İçəridə əl işləri var. Master class da eləyirlər. Bundan əlavə qala divarlarının içərisində binaları gəzdikcə qırmızı kərpiçlə tikilmiş binaların hamısı Çar dövründə tikilib və üstündə belə müşahidə eləyəcəksiniz ki, restavrasiya olunub, orijinalı üzə çıxarılıb ya da bəzi hissələrində suvaq qalıb. Bunu bildirmək istədik, çünki hal-hazırda sarayın yanında arxeoloji qazıntı da gedir. Qazıntılar getdikcə həm sarayın həyətində, həm ətrafda çox fərqli binalar tapılır. Qala divarlarının içərisində bir dənə Xan Sarayına baxıb çıxmayın. Mümkün olan qədər gəzin buraları. Bu tərəfə baxa bilərsiniz. Binaların həyətlərinə keçin, baxın. Maraqlıdır.